Salam, hər vaxtınız xeyir əzizlərim. Bugün sizin üçün yenə sıradan günlərdən birini çəkmək istədim. Çünki tez-tez vlog çəkməyi, paylaşmağa çalışıram. Zeynəbi artıq yola salmışam. Öncə pəncərəni açıb otağın havasını dəyişirəm və bugün mələfələri dəyişmək qərarına gəldim. Yəni çıxıb rəsmi dəyişmək çıxardıram. Videoları sürətləndirəm. Keçən izləyicilərimizdən gəlmişdi, sürətləndirməyəcəm. Ətrafı gəzdirəcəm, təbiət gəzdirəcəm, gözəl çiçəklər, ağaclar və mən şəkil çəkməyi, təbiət şəkil çəkməyi çox sevirəm. İnsan şəkil çəkməyi o qədər az sevsəm də, təbiətdə gül, çiçək, hətta böcək belə görəndə şəkil çəkməyi çox sevirəm. Buna görə yaz fəslini çox sevirəm. Mənə elə gəlir ki, yaradıcı insanlar yaz fəslini çox sevir. Çünki yaz fəsli həqiqətən nəyinsə başlanğıcı, yaradılışı kimi gəlir mənə. Çünki burada ağaclar uyanır, təbiət uyanır. Çox gözəl görsənir və burada mən artıq istədiyimiz kimi kameranı unutmuşam. Özüm üçün işim görürəm. Mən burada izləyicilərim hamısını təşkil edərəm. Burada artıq sözdən götürməyim, could cough out my emotions in a healthy manner and just become the right person that actually matters. Every day I drive my car to my little job and I find some peace in the stations that I throw on. But I wish there was a song with your name as the title. Oh yeah, I wish there
there was a song with your name as the title. Oh yeah. And the moods that I hate, I tend to embrace. Wonder why I'm so opposite, I'm so backwards and upside down. I'm such a clown, but I've got no frown on my little face. Why am I so freaking cute sometimes, yeah? Such drama queen, such drama queen. And I wish there was a song that I could make that'll make you strong. 'Cause I'm tired of feeling low and sad and depressed. I gotta move on. Və nəhayət bu otaqda işim bitdi. Gördüyünüz kimi böyük bir yük var otağımızda. Otağımız dardır və indi keçirəm qızların otağına. Qızların otağı gördüyünüz kimi nəsə tökülüdür. Ondan yığışılmadı. Gündə 3 dəfə, 4 dəfə yığışılsa da yenə masaların üstündə eyni vəziyyətdir və Züleyxa yuxudan uyandırıb şəkil çəkməyə başladı. Yuxudan duranda, Nazlanla oynayanda inciyir. Və burada mənə baxır ki, mənə kameraya çəkirsən, mən ona deyirəm ki, və beləliklə qızlarla otaqlarını yığışdırmağa başlayıram və o qədər paltar olur ki, inanırsınız, məktəbə geyinəcəkləri bir ayrı olur, evdə geyinəcəkləri bir ayrı olur. İşğafa yığırlar, çünki məktəbdən gəldiklərini sevindim, məktəbə geyinirlər. Onları mən işğafa yığa bilmirəm, çünki artıq geyinilir. Burada da otağın pəncərəsini açıram ki, otağın havası dəyişsin. Züleyxa rəsm çəkməyə, boyamağa davam edir. Mən burada Züleyxaya pəncərə açıqdır, soyuqlar çəkir deyirəm və burada Züleyxanın çilək dizindən sizə salam deyirəm. Züleyxa da oradan salam deyir sizə və beləliklə yığışdırmağa davam edirəm. Əgər vaxtınızı çox aldımsa, əfv ola. Hələ videonu bacardığım qədər qısaltmağa çalışdım. Beləliklə davam edirəm. Buranı soslanmayacağım, çünki dünən təmizləmişəm. Öz otağımız isə tozunu təmizləməyə vaxtım olmadığı üçün bugün təmizləmişdim. Dünən otaqlarımızı eləmişdim, bugün otağımız qalmışdı və ilk dəfə öz otağımızı soslamağı göstərmişdim. Biz qızların kravatını bir-birinə birləşdirmişik qış boyu. Yayda yenə pəncərənin böyründə yer alacaq onlar. İndi soyuq olmasın deyə bu tərəfə çəkmişəm. Ona görə pakırvalları böyük gəlir. Üstündən burada məsafə ikisine basacağım. Adiyalları yığışdırmışam. Dışda yerlərin üstünə adiyanın örtüldü. İndi isə yerlərin üstünə artıq yazlıq pakırvallara keçmişəm. Mən yazlıq pakırvallara keçəni hava dışa bildim. Aşağıya başladım. Və Zeynəbin məktəbdən gələndə giyinəcək paltarları, ev paltarlarını ayrıldım. Masalarını sevirəm. Artıq özlərini yığışdırdım. Özlərini tapışanda yığışdırmalı. Yalan hamısını bir tərəfdə üst-üstə yığırlar. Yığışıqlı olduğuna görə çalışıram ki, yenə də bacardığım qədər özüm yığışdırım. Belə masanın tozunu da silirik. Nə qədər silinsə də, nə qədər pilsoslansa da, evdə tozdan, yəni həyat evi çox toz yığır. Yəni mümkün deyil. Ya bəlkə də fərqi yoxdur. Bunlar isə ütülənəcək paltarlardır. Qüsuruma baxmayın deyə orada o dəqiqə qeyd edirəm onu. Bu isə mənim namaz paltarım, canamazımdır və təbiəti göstərirəm. Sevdiyim üçün sizə göstərirəm. Və sonra hamamda əl üzüyanın içini sürtməyə başlayıram. Onu da göstərmirəm. Burada isə Züleyxanın artıq saçını hələ darayırıq.
Hələ Züleyxa səhər çörəyi yeməyib, bura kimi hələ yeməyib. Artıq 1 saatdan çoxdur ki, yuxudan oyanıb. Saçlarının ucuna azca yağ vururam ki, Züleyxanın saçları çox ipək kimidir və bir-birinə çox yapışır. Məcbur ona yağ vururam ki, o elektriklənməni yapışmanlardan götürsün, yoxsa saçlarının ucunu heç cür daramaq mümkün deyil. Və saçları uzundur, mənim Rapunzelimdir o. Saçlarını darayırıq burada. Saçlarının önündəki o saçların önündəki o xırda tükləri heç sevmirəm. Heç bir şəkildə onu ləğv eləmək mümkün deyil. Və burada sadə at quyruğu yığırıq. Sanki uşaq gimnastikaya gedəcək. O qədər də bərk-bərk dartıb yığıram ki, burada saçlarını. Yaxşı ki, heç nə demir. Ana işinə davam elə deyir. Və buradan da sizə baxır. Və burada stolu tez-tez silirəm. Deyəm, mən qoçaq qızam. İndi uşaq üçün yemək hazırlayacağam. Ona səhər çörəyi yedizdirəcəm. 1 saat uşaq uyanıb. Mən hələ indi səhər çörəyi verirəm. Amma qoçaq qızam. Görürsünüz, necə cəhd təmizləyirəm masanın üstünü. Və şokokrem çörək yeyəcək. Bu dəfə şokokremi fərqli stildə aldırıblar. Sıxma şəklində, pasta şəklində. Ancaq onu şokokremi çıxarmaq üçün o qədər güc tələb olunur ki, niyə rəqəm çox qatı olduğu üçün nə də bilmirəm. Çörəyin arasında çox güclə çıxartmaq olur. Və burada Züleyxanın səhər çörəyi hazırdır. O səhər çox çörək yemir. Və göstərirəm ki, çoxlu qablarım var və qoçağam 2 dəqiqədə təmizlədim gördüyünüz kimi. Və bu da çay molası istirahət üçün. Və indi Züleyxanı məktəbə hazırlayırıq. Əvvəl Zeynəbi gətirib sonra Züleyxanı aparırdım. İndi özümü yormaq istəmirəm. Çünki əziyyət çəkərəm, arıqlayaram birdən. Ona görə Züleyxanı hazırlayıb götürüb gedib Zeynəbi gətirib birbaşa. Və burada Rapunzelimin saçlarını tən ortadan bölməyə çalışıram. Mən çox çünki disiplinli insanam. Tən ortadan olmasa məktəbdən qova bilərlər bizi. Təbii ki, bunlar bir zarafatdır. Sadəcə olaraq psixoloji olaraq etdiyim şeyi dəqiq eləməyə çalışıram. Və burada məndən bezmiş bir ədəd Züleyxa var sanki. Ana saçlarımı yolursan deməyə çalışır. Çox ciddi bir iş görürəmmiş kimi mənim sifətimin ciddiliyinə nə deməli pəki burada? Tamam. Qızım saçlarını yolaram, yoxsa tut buradan saçlarını qarışmasın. Züleyxa dözə bilmək üçün əlini şkafdan tuturdu ki, başı qopub əlimdə qalmasın. Ancaq səsini hələ də çıxarda bilmir və mən burada onun saçlarını yenə də gimnastikaya göndərirəmmiş kimi sıx-sıx yığmağa çalışıram və artıq bantiklərini keçirdirəm. Çünki məktəbə ağ bantiklə getmək lazımdır. Köynəyimiz mavi olsa belə, formamız da ağ rəng olmasa belə biz məktəbə ağ bantiklə gedirik. Çünki bu məktəbin kurallarından biridir. Və belə hazırıq, sığallayırıq ki, onlar da sərgəl qalsın, amma onlar hər zamanki kimi qalır. Geyinirik. Mən gördüyünüz kimi ev paltarını dəyişməmişəm, sadəcə raket geymişəm və başını etmişəm. Dostumdan dəstək Və burada isə artıq Zeynəb sinif yoldaşı da vlog çəkmək istədi. İcazə verdim ki, istədiklər kimi vlog çəksinlər. Sinif yoldaşı bir günlük sinif yoldaşı etmişdi. Bir neçə saatlıq və bir gündə sinif yoldaşı olaraq gəlmişdi. Ailəsində həm izləyicimizdir, həm də sinif yoldaşı da rəfiqəsidir. Onların vloglarını çox yığmamağa çalışdım. Doya-doya izləyə bilərsiniz. Dur gözləm. Şey əzbərləməyəcək. Mətni. Əziz. Bir dəfə oxuyaq da nəzdindən gəl. Tamam. Nəysə. Biz də indi bu dəqiqə mətni oxuyaq və sonra sizlərlə bərabər çölə çıxaq. Nə gözəl oxuyursan. Hərəsdə. Siz oxuyayım. Hə. Tamam. Dedalı bacarıqlı bir memar var imiş. Bir gün o həkimlərin qəzəbinə tuş gəlir. Dedalı oğlu İçarla birlikdə həbs edib Krit adasındakı güllədə saxlayırlar. Onlar buradan qaçmaq istəsələr də bütün yollar bağlı idi. Bir gün Dedal səmada uçan quşları seyr edirdi. Bu zaman ağlına bir fikir gəlir. Əgər mən dəniz yolu ilə, quru yolla qaça bilmirəmsə, çıxış yolum səmadır. O, oğlu ilə birlikdə güllənin pəncərəsindən qonan quşların lələklərini yığdı. Kətan saplarla və mum ilə onları birləşdirdi və 4 böyük qanat düzəltdi. Sonra oğluna bir neçə tapşırıq verdi. Uçan vaxt dənizə çox yaxın enmə, yoxsa dalğalar qanadlarını isladar. Günəşə də yaxın qalxma, mum əriyər və lələklər dağılar. Ata və oğul qanadları qollarına geyinib havaya qalxdılar və Krit adasından uzaqlaşdılar. Quş kimi havada qanad çalmaqdan xoşlanan İçar ilk harda
daha yüksəliyə qalxıb günəşin yandırıcı şüaları lələkləri birləşdirən mumu əridir və o sürətlə yerə enib dənizin dalğalarına qarışır. O vaxtdan bu dəniz İkari adlanır. Bu qədər. Buranı oxu. İndi, ya, müəllimiymiş kimi. Buranı oxumadan əvvəl bunu. Bura ehtiyac yoxdur. Onsa bilmirəm heç nəyin. Tamam, nəysə. İndi bunu oxu. Sonra videomu çəkim. İndi. Bu arada dostlar, dərs molasıdır. Dərs molası. Hamı dərs vlogları falan çəkir. Baxsın bana var. Sən bu tərəfini çəkiyorum. Arkadaşlar bana göstər diyorlar. Tamam. Bak şu. Səni çəkiyorum şu anda. Dostlar, hamı şeydir. Dərs vlogları çəkdiyi üçün artıq mən də biraz dərs vlogu soxmaq istədim vlogun arasına. Alayım. Şimdi oxu buranı. Nə falan? Məsələn, valideyninlə. Əgər 4-cü sinif olan Məmətə varsa, ikinci hissə Azərbaycan dili kitabından səhifə 59-u açın, başlayın. C tapşırığından oxuyuram. Dinləyin. Bilmirəm, özüm başa düşdüm, sizə başlayın. Sizcə, uçan xalça və İkarın uçuşu əsərləri qədim insanların hansı arzularını əks etdirir? Uçmaq. Qədim zamanlarda uşaqlar belə qədim zamanlarda ən çox insanlar belə uçmaq arzusundadılar. Məsələn, mən də hal-hazırda uçmaq arzusundayım. Mən uçmaq arzusunda deyirəm. Uçmaq saçma sapan bir şey gəlir. Uçmaq istəyirəm. Allah sənə uçmaq özəlliyi vermir, hə? Demək ki, örnək görmür. Sənə yerləşdirməyib bu özəlliyi. Toyuğa verib. Tabii. Göyərçinə verib, sərçəyə verib. Neysə, bu da uçmaq arzusu. Yarpağa verib. Bu da İlkarın uçuşu şeydir. Uçmaq şeydir. Bu da uçan xalça mətnində isə uçan xalça deyə bir şey yoxdur, amma nəsə qədim insanların belə arzuları olduqsa nəsə belə şey görürlər. Uçan xalça deyə. Məsəl üçün bunun yazıcısını da indi adını xatırlamıram. Yəqin ki, elədir də. Uşaq vaxtı onun da elə bir xəyal oldu. O da belə bir mətn çıxardı. Deyə düşünürəm. Evet, indi C tapşırığına baxaq. Məlumat vərəqini oxuyun və aldığınız məlumatlardan istifadə Mən dostlara tərs çəkirəm. Belə çəkilir. Evet, şöyle. Məlumat vərəqini oxuyun və aldığınız məlumatlardan istifadə edərək gerçəyə çevrilən xəyallar mövzusunda essay yazın. Gördüyünüz kimi burada bizim məlumat vərəqimiz var. Evet. Bizə burada təyyarə haqqında məlumat verir. Təkrar oxuyuram. Hə, bu da ixtira olunduğu tarix 1903-cü il ixtiraçılar Wright qardaşları havada qaldığı müddət 59 saniyə, qət etdiyi məsafə 260 metr, materialı şam ağacı, yanacaq benzin. Burada ilk təyyarəni burada düzəldiblər Wright qardaşları. Orville Wright və Oliver Wright. Və burada gördüyünüz kimi təyyarəni düzəldiblər, şam ağacını düzəldiblər təbii ki də. Çünki burada yazıb ki, materialı şam ağacı. İlk təyyarəni Sən gözəl oxuyursan desən oxuduram ha. Hə? Sən gözəl oxuyursan desən. Əlavə məlumatlar verir burada. Deyim ki, ilk təyyarə quşların uçuş üsulunu tətbiq etməklə reallaşdı. Quşlar uçarkən qanadlarını nahamar səthindən keçən hava onların yuxarı qaldırır. Quşlar dönmək və manevr etmək üçün də qanadlarından və quyruqlarından istifadə edirlər. Burada məsələn quşla burada təyyarə fərqlənir. Çünki quşların deyir ki, quşlar da dönmək və manevr etmək üçün qanadlarından və quyruqlarından istifadə edir. Amma təyyarədə belə bir şey heç vaxt baş verə bilməz də. Bir də bu ikisi də o təyyarə yaradan şəxslərdir. Biz burada məlumat vərəqindən nə istəyirik bizə? Gerçəyə çevrilən xəyallar mövzusu. Buydu. Gerçəyə çevrilən xəyallar mövzusu. Gerçəyə çevrilən? Gerçəyə çevrilən xəyallar mövzusu nədir? Gerçəyə çevrilən xəyallar. Məsəl üçün güya ki uçmaq güya ki gerçəyə çevrilir də. Elə gerçəyə çevrilən xəyal. Burada bizim essemiz belə olacaq da o zaman. Belə yaza bilərik ki, essemiz nə deyəcək yazmancıq deyə. Qısa məlumat verir. Bizə burada məlumat vərəqindəki məlumatları bir araya gətirib bir essay yazmamız istəyir. Biz burada Mən onu yapamıyorum bu. bilmirəm Biz bunu söndürdükdən sonra 5 dəfə telefonda yazıyıq. Burada belə yazmaq olar ki, ilk təyyarə 1903-cü ildə ixtira olunub. O ilk təyyarəni Wright və qardaşları ixtira etmişdir. İlk dəfə o təyyarəni yaradarkən onun 59 saniyə uça bildiyini görüblər. Ya da belə yaza bilərsiniz ki, havada qaldığı müddəti isə 59 saniyədir. Kitabdan yazmaq sorumluluğunda deyilsiniz. Telefondan Google'da araşdırıb da yaza bilərsiniz. Yəni bu Bizdə burada şeydir, məlumat vərəqindəki ikinci üçün şey yazdıq. İndi qət etdiyi məsafə 260 bir şey deyirəm. İndi 4-cü siniflər yəqin ki bu essay yazacaq. İndi 4-cü siniflər təbii ki də kitaba baxmayacaqlar. Gəlin də burada artıq kitab var. Siz kitab açana qədər də buradakı bir dənə tuşa baxsasınız və essay yazmağınız üçün məlumatlar veriləcək. Yəni ya da özünüz üçün başlayın yazsınız ki, bura nə yazacağam deyə. Buyur. Qət etdiyi məsafə isə 260 metr. İndi burada siz buradakı bu verilən bu şeyləri məlumatları cümlələri çevirib orada essay kimi yaza bilərsiniz. Burada da əlavə məlumat 9:23. Sonra D tapşırığına baxaq.
Balaca Şahzadə kitabında yazılmış anotasiyanı oxuyun, suallara cavab verin. Bunu artıq oxuyum da. Mənim amma ver bax. Fransız yazıcı Bunu mən eləməyə gəlirəm. Antoine Daden. Amma oxumaq istəmirəm. Mən Kitabımızın O da video Bizim də- videodan sonra oxuyarıq. bizim də masamızın şu anda dağınıqlığı. Neysə. Hadi bye. Tamam, Tyson tutun yoxsa. Bye bye. Görüşmədik birazdan. Voleybol oynayanda. Hələlik. Hələlik, hələlik. Bye. Gedirik Züleyxanı məktəbdən gətirməyə. Uzun sürən yorucu videoya görə üzr istəyirik. Abunə olmağı, bəyənməyi unutmayın. Sağ olun.